Selamun aleyküm. Yeməkdən sonra yuxu gəlirsə, bu nəyin əlamətidir? Çünki biz də bir kollektivdə işləyirik. Mən kollektivdə də görürəm ki, sanki insanlar günorta yeməyini, günorta görürük də biz insanları. Yedikdən sonra hamı əsnəyir. Kimi başdan əsnəyir, bir orada əsnəyir, bir burada əsnəyir. Yuxu axtarır, yatmaq axtarır. Bunlar normal hal deyil. Mən deyim sizə ki, bunlar normal hal deyil. Bunlar insanda insülin direncinin artmasının əlamətləridir. Hətta elə insanlar var ki, aclıq səviyyəsi gəlir, çatır və o yeməsə sanki üzündən gedib yıxılacaq. Bu da insülin direncinin əlamətləridir. Çünki aclıq gəlib çatdısa, şiddətli aclıq başladısa, həmin anda o insan ağzına bir şey qoymadısa, əsasən də şirin şeylər qoymadısa, bu insanda həqiqətən üzündən getmə halları kimi əlamətləri baş verə bilir və yaxud da ki, elə baş verir. Bu insan nə axtarır? Şəkər axtarır, şirin şey axtarır, şokolad, konfet, nəsə əsasən də şokolad, belə şeylər, şokolad və yaxud da şirin su. İçən kimin nə olur? Vəziyyəti düzəlir, deyir, hə, indi düzəldim. Amma bu insanın xəbəri yoxdur ki, bu insan şəkərin bir addımlığındadır. Şəkərin bir addımlığında olan insanlarda bu hallar baş verir. Yemək yedikdən sonra yatmaq baş verir və yaxud da ki, yatmağa çox meyillik baş verir. Yemək yedikdən sonra əsnəmələr baş verir və çox təəssüf ki, bu insanlar hətta axşam yeməyini yeyən kimin həmən gedib yatmaq istəyirlər və çoxsu da yatırlar və mədaltı vəzinin zədələnməsi nəticəsində artıq şəkər xəstəliyi öz sözünü demiş olur. Niyə bizdə bu hallar olur? Onu demək lazımdır. Niyə? Birinci növbədə qeyri-düzgün qidalanma. İkinci növbədə bizim mədə bağırsağımızın səhərdən axşama qədər işləməsi. Yəni abur, cubur, belə deyəlim ki, normal insan 2 dəfə, 3 dəfə qidalanırsa, bunlar 7-8 dəfə qidalanır. Və yaxud da ki, say yoxdur. Ha. Yemək yedi, qutardı, axşama qədər ləbləbi yeyəcək və yaxud da cibinə nəsə dolduracaq, onu yeyəcək. Və bundan dolayı da insülin direnci artır və bundan dolayı da saydığım bu əlamətlər baş verir. Sonra aşırı dərəcədə xəmir yeməklərinin yeyilməsi, aşırı dərəcədə karbohidratların qəbulu və bunun əksinə olaraq tərəvəzlərin az qəbulu, bunun əksinə olaraq hərəkətin azlığı. Əgər biz bol-bol hərəkət edəriksə, bol-bol tərəvəzlər və bu tərəvəzlərdən dolayı da bunun içərisində məsələn salatların içərisində alma sirkəsi, zeytun yağı və yaxud da bu limon şirəsi sıxıb qəbul eləyəriksə əgər, bu saydığım əlamətlər bizdən uzaqlaşacaq. Bağırsaq probiotiklərini nizamlayan deməli vasitələrə çox üstünlük verməlisiniz. Məsələn, 3 günlük, 4 günlük tutmaların tutulması və tutalım ki, bax, əsas kələmdir, çoğundurdur, kökdür, əsasən də çox hissəsi kələm olmalıdır. Bunları bir-birinə qarışdırdınız. Burada təbii alma sirkəsi, biraz sarımsaq, biraz soğan vurdunuz. Soğan az vurursunuz. Əsas sarımsaq daha çox dadlı eləyir. Çox da gözləmirsiniz. 3 gündən sonra başlayırsınız bunu yeməyə. Hətta onun altına yığışmış o su var. O başdan başa probiotik və prebiotikdir. Bağırsaq mikroflorasını nizamlayan. Həm o suyunu da içirsiniz, o dediyim kimi, elə eləməlisiniz ki, həmin tutma bir həftəyə qədər qutarsın və yenisini tutasınız, 3 gündən sonra yenə ona başlayasınız. Bax, bu başdan başa bir probiotik mənbəyidir. Sonra qatıqdan bol istifadə eləmək, kefirdən bol istifadə eləmək, yenə dediyim kimi gəzmək, gündə 1 saat, 1 saat yarım gəzmək, bax, bunların hamısı bizdə insülin direncini aşağı salır, aşırı piyələnməni aşağı salır. Baxın, elə insanlar var, deyir ki, mən bir şə yeyən kimi kökəlirəm, amma yanımdakı 2 qab yer kökəlmir. Ona görə bir şə yeyən kimi kökəlir ki, o insanda da insülin direncinin əlamətləri baş verib. Gedib yoxlatdıranda görəcək ki, onda insülin direnci yuxarıdır. Amma görürsən, 2 qab yeyən insanda kökəlmə baş vermir, çünki bu insanlarda insülin direnci yoxdur. Yenə də kim üçünsə faydalı oldumsa, sağlamlıq üçünsə bir nəsə dediksə, bizim üçün əlhəmdülillah deyərdim. Yox, əgər faydasızsa, yenə də ayrı reseptlərimizi dinləyərseniz, inşallah çalışarıq ki, kim üçünsə faydalı olaq. Həyatdan bir xoşbəxtlikdən biri də insanlar üçün faydalı olmasıdır. İnsanlar insanı Allah üçün sevməsidir.
deyir, qiyamətdə bir qrup cənnət əhli olan insanlar var ki, o insanlar bir-birlərini Allah üçün sevirlər. Mən də insanları həqiqətən Allah üçün sevirəm. Siz də bizi Allah üçün sevin inşallah. Selamun aleyküm və rəhmətullah bərəkatuhu.